əziz tamaşaçılar. Bəzən həyatın dalğaları insanı çox uzaqlara götürür. Hər kəs qismətinə düşəni yaşayır. Elə bizim bu limanda da hər söhbət bir hekayə, hər səfər bir xatirədir. Liman bəzən gəminin dayanacaq yeri deyil, ruhun nəfəs aldığı yerdir. Bugünkü limanımızda biz milli kimliyimizin ən zərif izlərini daşıyan bir sənətin suallarına yelkən açırıq. Azərbaycan qadınının zərifliyini, tariximizin dərinliyini, geyimlərimizin dilini dünyaya danışan bir qadınla, modelyer, dizayner Fəxriyə Xələfova ilə. Bəzən limana çatmaq üçün fırtınalardan keçmək lazımdır. Fırtınalar isə dənizin ən ümdə simvoludur. Salam, xoş gəlmişsiniz Fəxriyə xanım bizim limanımıza. Xoş gördük, təşəkkürümü bildirirəm. Nə gözəldir bu mənzərə və... Çox gözəl mənzərəmiz var, Bakımızın qoynunda. Bəli, baxıram, zövq alıram və verilişin formatı da çox maraqlıdır. Mən çox verilişlər olmuşam, amma qeyri-adi, kreativ yanaşma bilirsiniz, məncə həm mənim, həm tamaşaçıların ürəyincə olacaq ki, veriliş gedək də onlar bu gözəl mənzərəni seyr edilər bizimlə bir yerdə. O zaman Fəxriyə xanım, gəlin masa arxasına keçək və orada suallarımızı davam edək. Fəxriyə xanım, sizin yaradıcılığınızda keçmişlə müasirliyin vəhdəti var. Mən istərdim elə buradan başlayaq. Maraqlıdır, bu ilham sizdə hardan yaranıb? Çox maraqlı sualdır. Azərbaycan şərq ölkəsidir və bizim çox qədim və zəngin mədəniyyətimiz var. Elə gözəl məkanlarımız var ki, məsəl üçün İçəri şəhər, ora daxil olanda sanki sən bir nağılvari bir dünyaya daxil olursan və mən hər zaman oraları gəzirəm, baxıram, daş oymalarından, o naxışlardan ilham alıram və istər-istəməz o an obrazlar canlanır. Mən həmişə düşünürəm ki, məsəl üçün, bu indi müasir zəmanəmizdir, amma əsrlər əvvəl oradan bir xanım keçmişdi. Onun gözəl örpəyi olmuşdu, onun gözəl donu olmuşdu, naxışları olmuşdu. Bax, belə haradasa belə vizualizasiya yaranır və məndə artıq kolleksiyamın obrazları, kolleksiyamın haradasa görünüşü gözümün önünə gəlir. Təbii ki, bunların hamısı fantaziyadır, amma fantaziyanın olması üçün mütləq qaydada bir mühit olmalıdır. Gözəl bir ortam olmalıdır ki, orada olanda sənin fantaziyanda başlasın, bax, bu yeni obrazları sənə translyasiya eləməyə. Bax, oradan da hər şey yaranır. Milli geyimlərimizi müasir tərzdə təqdim etmək çox incə bir məsələdir. Siz bu sərhədi necə qoruyursunuz? Nə qədər dəyişmək olar ki, milli ruh itməsin? Mən bilirsiniz, illərcə çalışıram ki, nə qədər kolleksiyalarım müasir dəbi əks etdirsin, nə qədər çox mən, məsəl üçün, moda paytaxtlarında, Parisdə, Milanda mən kolleksiyalarımı təqdim etmişəm Avropada. Amma mən yenə də düşünürəm ki, mütləq qaydada bu kolleksiyalar Azərbaycanın ruhunu əks etdirməlidir və Azərbaycan xanımının, məsəl üçün, keçdiyi o təkmilləşmə yolunu, o prosesi, o geyimlərin bugünkü müasir zəmanəmizdə necə gözəl və əslində çox maraq doğuran bir faktora qədər gətirib çıxartmaq istəyirəm. Və ona görə bu, məndə düşünürəm ki, kolleksiyalarımda alınır və bunu da mən hər zaman vurgulamışam ki, biz milli geyimlərimizi yaradanda bir faktı nəzərə almaq lazımdır ki, biz o zamanədə yaşamamışıq və o zamanənin, o əsrlərin bugün geyimlərini canlandıranda dizaynerdən, modelierdən, geyim üzrə rəssamdan bilirsiniz nə tələb olunur? O çox dəqiqliklə materialı öyrənməlidir. Hansı mənbələr var? Miniatürlərdən başlayaraq, məsələn 19-cu əsrdirsə artıq fotoşəkillər var idi, rəssamların portretləri var və istər-istəməz o materialı öyrənib, sonra
sonradan da fantaziyavi işe salıb sən bugünkü gündə, müasir zəmanəmizdə milli geyimi yenidən canlandırırsan. Əslində çətin prosesdir, amma çətin olduğu qədər də çox maraqlıdır. Sonda baxırıq ki, gözəl bir nəticə əldə olunur. Bundan da biz milli mənəvi dəyərlərimizi, mədəni irsimizi qoruyub saxlayırıq və gələcək nəsillərə ötürürük. Azərbaycan çox rəngli bir coğrafiyadır. Hər bölgəmizin geyimi, naxışı, ruhu fərqlidir. Bəs siz öz kolleksiyanızda hansı bölgənin ruhunu daha çox hiss edirsiniz? Çox maraqlı sualdır. Bütün bölgələr təbii ki, əzizdir bizə. Səyahət edirik, gəzirik o bölgələri, amma mənim qəlbimdə, təkcə mənim deyil, bütün Azərbaycan xalqının qəlbində bir həsrət var idi, 30 illik həsrət və artıq o sona çatdı və biz Qarabağımıza qovuşduq. Mən ata tərəfdən Qarabağlıyam və ona görə Qarabağ milli geyimləri, Qarabağda olan mədəni mühit, ümumiyyətcə Qarabağa xas olan çox fərqli naxışlardan yaranan kəlağaylar, bax onların bərpası üzərində mən bu son zamanlar işləyirəm. Geyimləriniz dünyanı gəzir, müxtəlif səhnələrdə təqdim olunur. Xaricdə tamaşaçılar Azərbaycan geyimlərini görəndə ən çox nəyə təəccüblənirlər? Bilirsiniz, mən bir təəssüratla bölüşüm. Mən 2012-ci ildə Çində keçirilən İpək Yolu Festivalında iştirak etdim. Çox belə, bilirsiniz, maraqlı və zəngin kolleksiya təqdim etdim. Kolleksiyanın sonunda mətbuatla görüşürsən, istər-istəməz jurnalistlərlə və Çindən olan jurnalist yaxınlaşdı, dedi ki, Azərbaycan bu qədər gözəldir. Deməli, o kolleksiyanı seyr edərək, libasları seyr edərək Azərbaycanı təsəvvür edibdir. Mən də dedim, bundan da gözəldir, siz gəlin, görün, gəzin, baxın. Yəni, istər-istəməz, demək ki, dəb incəsənəti vasitəsilə də sən ölkəvi tərənnüm edə bilərsən. Təmsil edib, tərənnüm edə bilir. Mahnıda bu olar, nəğmələrdə olar, sözdə olar, rəssam bunu çəkir, göstərir. Amma mən bu qənaətə gəldim ki, dəb vasitəsilə də bunu etmək mümkündür. Deməli, Fəxriyə xanım, verilişimizin bu məqamında rubrikalarımızın ilki olan Kapitan Sən ol rubrikasıdır və biz keçid alırıq kapitanımızın yanına. Salam, xoş gördük, necəsiniz? Çox sağ olun, siz necəsiniz? Sağ olun. Nə gözəl burada belə bir mənzərə açılır gözümüzün önündə. Çox fərqli bir duyğulardır. Kapitan olmaq da yəqin ki, çox çətindir. Bir tərəfdən də çox qeyri-adi və məsuliyyətli nadir peşələrdəndir də. Bu məqamda deməli sükanı sizə verəcəyik. Bir neçə dəqiqəlik sükanı siz idarə edəcəksiniz. Hazırsınız? Hazıram. İlk dəfə, bu ilk mənim təcrübəmdir. Nə etmək lazımdır? Mən deyəsən Bəli. bu gəmi qabağa hərəkət etmək üçün qabağa verməlisiniz. Bəli, reversi. Bəli, hərəkətə başladı. İndi şturfalla gəmini idarə edirik. edirsiniz. Mən o qədər heyran oldum ki, bu mənzərəyə. Bakının gözəlliyinə. Ona görə, bax, bu missiyam biraz yaddan çıxdı. Davam edeyim mi mən? Bəli. Fəxriyə xanım, mənim üçün maraqlıdır. Siz dənizçi geyimləri üzərində işləyirsiniz. Əslində bu stil dənizçilərin uniforması dəbdə çox populyar bir stildir və istər-istəməz mən də öz geyimimi çalışdım ki, hardasa uyğunlaşdıram. Zolaqlı bluzlar,
tünd mavi rəngdə pencəklər və istər-istəməz aksesuarlar, hansılar ki, bu dənizi stili simvolizə edir. stili göstərir. Çox populyar bir stildir. Amma mən sizin uniformaya da fikir verdim. Çox gözəl uniformamız var. Elegant, şık. İndi də bir neçə ideya Gəldi fikrinizə. fikrimə gəldi ki, Necə onları gözəl. pencəklərdə istifadə etmək olar. Hətta klassik geyimlərdə də istifadə etmək olar. Çox maraqlıdır. Bilirsiniz, belə bir deyim var, çox gəzən, çox bilər. Bax, bu gəzintidən də mən əminəm ki, mən ilham alacağam və ideyalar gələcək. Və növbəti kolleksiyalarımda inşallah onları reallaşdıracağam. Fəxriyə xanım, bir sual vermək istəyərdim sizə. Əgər bu gəmi Azərbaycan milli ruhunu əks etdirsəydi, onun gövdəsində hansı simvol siz düşünərdiniz? Əslində maraqlı sualdır. Zaman-zaman bilirsiniz, mən bu haqda düşünəndə mifologiya yadıma düşür. Qədim zamanlarda gəmilərin önünə simvollar qoyardılar. Heykəllər qoyardılar və dənizçilər elə düşünürdülər ki, onlar o simvollar onları qoruyacaqlar, onlara belə demək olarsa uğur gətirəcəklər. Yəqin ki, mən ay-ulduz qoyardım. Ay-ulduz. Məncə ay-ulduz çox gözəl görsənər. Müasir qadın üçün milli elementlər daşıyan geyimlər hazırlayarkən və siz qadın obrazını necə görürsünüz? Çox maraqlıdır ki, mən hər zaman qadın obrazlarını yaradanda bir gözəl, zərif, incə Azərbaycan qadınına xas olan, onu xarakterizə edən, çox mülayim, gözəl tonlarda, aksesuarlarla da bəzənmiş, əlavə olunmuş bir zərif bir qadın obrazını yaradıram. Gənc dizaynerlərə baxanda görürük ki, çoxlu qərb üslubuna üstünlük verir. Siz onlara nə demək istərdiniz bizim efir vasitəsilə? Bildiyiniz kimi, mənim pedaqoji fəaliyyətim də var. Mən Mədəniyyət və İncəsənət Universitetində moda fənlərini tədris edirəm. Bəli, proyektlər gətirirlər hər zaman tələbələr çox avangard, bəzən çox kosmik, bəzən çox futuristik ideyalarla çıxış edirlər. Mən bunu alqışlayıram. Ona görə ki, əsas odur ki, fantaziyaları çox güclüdür. Amma fən olaraq tədris etdiyim milli geyimlər və onların xarakterik xüsusiyyətlərinə də tələbələrimə çalışıram ki, mümkün qədər çox bilgilər verəm. Onları bu məlumatlarla, yəni onların bazasını zənginləşdirəm ki, onlar istər-istəməz nə qədər də ultra dəbli və müasir geyim yaratsalar, orada mütləq qaydada bir element, bir naxış, bir çalar olmalıdır. Onu da onlar sonradan çox gözəl sintez eləyirlər. Son illər tələbələrim çox gözəl və kreativ kolleksiyalar yaradırlar. Festivallarda artıq iştirak edirlər, özlərinin podium çıxışları olur. Mən çox sevinirəm ki, müstəqil artıq onlar addımlar atırlar. Dünya modasında artıq etnik motivlər çox populyardır. Bəli. Sizcə Azərbaycan milli geyimləri də bu dalğada öz layiqli yerini tuta bilirmi? Bilirsiniz, təbii ki, bu belədir. Bu folklor, etnik üslub çox populyardır, ayrı bir üslubdur. Bu üslubda çalışan çox tanınmış dünya brendləri var ki, onlar şərq motivlərini, şərq elementlərini, Azərbaycana xas olan butalarımızı istifadə edirlər və bu nümunələr dünyada var. Mən bu prizmadan çıxış eləyəndə hər zaman bir məsələni hardasa uzun illərdir düşünürəm, zaman-zaman aktuallaşdırıram ki, məsəl üçün şərq geyim stili ya şərq geyim qruplarını hardasa ölkələri haqqında danışanda, məsəl üçün Google-da axtarışda, başqa kitablarda, mənbələrdə orada Yaponiya, Çin sadalanır, Hindistan, Türkiyə ölkəsi sadalanır, amma Azərbaycan hələ bu mənbələrdə sadalanmır və mən çox istəyərəm ki, biz davam edək işimizi və beynəlxalq aləmdə Azərbaycanın məhz
çok güzel milli geyimleriyle zengin olan bir ülke kimi tanıdaq. Fəxriyə xanım, Buyurun. bu məqamda artıq vaxt gəlib çatdı yelkənli suallar rubrikasına. Hazırsınız? Oldu. Hazırsınızsa o zaman başlayaq. İlk sualım belədir. Həyat yelkəniniz sizi hara aparır? Düşünürəm ki, həyat yelkənim mənim hələ də qəlbimdə olan arzular tərəfə aparır. Ona görə ki, bir neçə arzum var qəlbimdə. Onları inşallah ki, reallaşdırmaq istəyirəm. İkinci sualımız belədir. İlham gələndə özünüzü sakit sularda yoxsa fırtınalı dalğalarda təsəvvür edirsiniz? Yox, bugünkü kimi bax belə sakit sularda. Ona görə ki, mənim təbiətim çox sakitdir, çox səbirli insanam və həmişə dənizi bax belə sakit görmək istəyirəm. Ona görə ki, fırtına olanda, kasırğalar olanda istər-istəməz insanın qəlbində biraz da həyəcan baş verir və ona görə mən də istəmirəm ki, o həyəcan olsun. İstəyirəm ki, sadəcə bax belə dənizi seyr edib öz düşüncələrimə dalım. Sakit, dalğasız bir həyat. Sizcə insan ruhunu dizayn etmək mümkündürmü? Bilirsiniz, mən düşünürəm ki, ruh elə bir şeydir ki, onu sən yaşadıqca, gəzdikcə, gördükcə, oxuduqca təbii ki, sən onu qidalandırırsan. Fəxriyə xanım, geyim yelkən olsaydı, üzərində nə yazardınız? Mən orada ürək simvolu qoyardım. Böyük bir Ürək. Məsəl üçün, geyimlərin üzərində məsəl üçün ürək simvolu. Ürək simvolu ümumiyyətcə dünyada ən populyar simvoldur. Ən çox istifadə olunan simvoldur. Mən də orada ürək simvolu qoyardım. Niyə? Ona görə ki, mənim hər zaman, bax, bir neçə filmlər var ki, orada məsəl üçün sahildə bir gözəl xanım öz yəni uzaqlardan gələn sevgisini gözləyir. Ona görə mən ora ürək qoyardım. Macera, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? geyimlərinizdən hansının hekayəsi daha çox yadınızda qalıb? Kolleksiyalarımın birinin adını Qarabağ Şahzadəsi qoydum. Nə gözəl. Bəli, bu ad da yəni tamaşaçıların xoşuna gəldi və ilham aldığım obraz Xan qızı Xurşudbanu Natəvan obrazı idi. Ona görə ki, Qarabağ Şahzadəsi sayılır o, sonuncu Qarabağ Şahzadəsi və oradan ilham alaraq bu kolleksiyanı yaratdım və sonradan düşündük ki, Xan qızı Xurşudbanu Natəvan xanım haqqında bir sənədli film də yaradaq, yaradıcı heyətdə mən də var idim və istər-istəməz orada məhz tarixi geyimlər əks olunmalıdır, onun obrazı yenidən tamaşaçıya, müasir tamaşaçıya təqdim olunmalıdır və sonradan yaradıcı heyət elə qənaətə gəldi ki, bəs o obrazı canlandırmaq üçün elə mənə müraciət elədilər ki, mən o obrazı da canlandırım, yəni bir obraz kimi tamaşaçılar görsün o obrazı və mən çox böyük məmnuniyyətlə bunu etdim. Çətin idi, amma maraqlı idi. Şuşada, Ağdamda çəkilişlərimiz oldu və obrazın üzərində aparılan yaradıcı iş, axtarışlar mənim üçün o qədər dəyərlidir ki, düşünürəm ki, hələ uzun illər mənim üçün bu ən əziz və ən doğma obraz kimi qəlbimdə qalacaqdır. Fəxriyə xanım, sizcə geyim insanın şəxsiyyətini ifadə edir, yoxsa yalnız zövqünü? Geyim 21-ci əsrdə kommunikasiya vasitəsi kimi də seçilir. Ona görə geyim bizim haqqımızda yetərincə məlumat verir, təəssürat bəxş edir qarşı tərəfə, ya kollektivə, ya televizya vasitəsilə və istər-istəməz bu baxımdan moda əfsanəsi Coco Chanel'in çox gözəl belə bir aforizmisi var ki, o deyir ki, sizin ikinci şansınız olmayacaq
özünüzü təqdim etməyə. Deməli, o birinci dəfədən təqdimat Nədirsə? olmalıdır. İkinci şans olmayacaq. Sən Bəs Fəxriyə xanım, üzərində işlədiyiniz yeni bir layihəniz var? Təbii ki, var. Mən zaman-zaman hansısa bir layihələr haqqında düşünürəm. İndi süni intellekt bilirsiniz ki, son illərin trendinə çevrilibdir. İndi mən düşünürəm ki, artıq kolleksiyamı süni intellekt vasitəsilə təqdim edim. Buna texnologiyaların Sizcə necə bir neçə variantda mənə təqdim etdilər. Bu texnologiya burada vacib rol oynayır. Və maraqlı gəldi mənə. Bilirsiniz, məsəl üçün, əvvəl bir çəkiliş üçün sən 2 saat vaxt sərf edirdinsə, məkan seçirdin, havanı gözləyirdin, modeli hazırlayırdın. İndi hər şey kompüter arxasında hazırlanır. Amma yenə də bu artıq zamanənin tələbidir və festivallar da artıq təşkil olunur bu istiqamətdə. Yəni süni intellektlə yaradılan kolleksiyaları təqdim edə bilərik biz beynəlxalq festivallarda. Ona görə bu istiqamətdə işləməliyik. Amma hər şeydə süni intellektin üzərinə buraxmaq yox, fantaziya təbii ki, mütləq mən şəkildə. sizlə razıyam. Yenə də amma fantaziya sənin öz fantaziyandır, tərz sənin öz tərzindir, amma artıq təqdimat qeyri-adi bir yeni istiqamətdə olacaqdır. Və sonda biraz xəyal quraq. Olar, həm də belə məkanda daha da rahat olar. Əgər bir gün Azərbaycan milli geyimi Met Gala kimi dünya səhnəsində təqdim olunsa, siz o geyimdə hansı hissi, hansı ruhu görmək istərdiniz? Əslində gözəl bir ideya yarandı ki, bəli, biz çalışmalıyıq ki, məsəl üçün Met Gala və ya məşhur film festivallarında artıq bizim məşhurlar da çıxış etməyə başlayıblar belə yerlərdə. Çalışaq ki, bəli, milli geyimimizi əks etdirən müasir formada geyimlər olsun. Biz deyirik ki, olsun, amma onları da yaratmaq lazımdır. Onlar sözün əsl mənasında çox gözəl nümunələr olmalıdır. Yəni bu işin üzərində biz daha da çox fantaziyamızı ortaya qoyub bu nümunələri yaratmalıyıq. Məsəl üçün, mənim 3 geyimim, kolleksiyamdan 3 geyimim, bu mənim üçün çox qürur vericidir. Dünyaca məşhur Ermitaj Muzeyinin geyim kolleksiyasına qəbul olunubdur. Buna mən nail ola bildim. Ona görə ki, geyimlərin yəni ki, hazırlanması, oradakı ideya, mahiyyət muzey səviyyəsində qəbul olundu. Yəni növbəti addımımız bəli, dünyaca məşhur podiumlarda, film festivallarının açılışlarında, hansısa bir çox mühüm moda tədbirlərində məhz öz üslubumuzda, milli üslubumuzda geyimlərdə çıxış etmək, o da yəqin ki, mümkündür, alınar. Sonda bizə bu cür gözəl şəraiti yaratdığına görə Venta Yaxtaya təşəkkürümüzü bildiririk. Elə mənim dadımdan söhbət elədik, gözəl mənzərələrdən zövq aldıq, dənizin enerjisini hiss etdik və kapitana və bütün yaxtanın kollektivinə təşəkkürümüzü bildiririk. Keçən verilişimizdə bizim qonağımız Elza Seyidcihan idi. Elza xanım sizə bir sual ünvanlayıb. O sual bizim bu qutudadır. Və baxaq görək, sual nədən ibarətdir? Oy, sualdan öncə burada bir ayna var. Aynamız da var. Ayna olanı, mən aynaya Baxmağa mümkün deyil. mütləq baxmalıyam. Mütləq şəkildə və sualı oxuyaq, tamaşaçılarımız da eşitsin. Aha, bugün dəniz sənə nə dedim və nə rəngdədir? Elza Seyidcihan, Elza xanıma görə, bu suala görə təşəkkürümü bildirirəm. Çox maraqlı sualdır. Dəniz bu gün bilirsiniz, çox xüsusi bir rəngdədir. Mən ətrafa baxıram, bu gün günəş yoxdur. Ona görə bilirsiniz, çox belə parlaq, parıltını mən görürəm. Adətən mavi olur, zümrüdü rəngdə olur. Bugün belə parıltılı, mülayim bir rəngi var. Sən nə dedin?
Dəniz mənə nə dedi? Dəniz mənə dedi ki, xoş gəlmişəm, məni salamladı. Əslində mən dənizi çox sevirəm. Uşaqlıqdan dəniz haqqında çoxlu nağıllar, rəvayətlər oxumuşam və mən düşünürəm ki, hər kəs üçün dəniz onun oxuduğu ya baxdığı filmlərdən yəni yaranan bir obrazdır. Növbəti qonağımıza bir sual ünvanlayacaqsınız. Bu O sualı biz dənizlə, bilmirik. dənizlə bağlı. Ürəyiniz hansı mövzuda, yəni istəsə dənizlə bağlı, həyat, məsələn, gələn qonağımızın həyatı ilə bağlı, yaradıcılığı ilə bağlı və yaxud da ürəyiniz istədiyiniz bir sualı ünvanlaya bilərsiniz. Beləliklə, bugün də limanımızda səyahətimizi tamamladıq. Dalğa kimi gələn suallar ilhamdan doğulan cavablar aldı. Zərif gülüşlər mavi sular aynasında parladı. Amma hər səyahətin bir sonu var və hər ayrılıq yeni görüşlərin başlanğıcıdır. Ümid edirik ki, bu səyahətlə sizin də ruhunuz dincəldi. Biz isə sizi növbəti səyahətdə limanda görmək ümidi ilə sizdən ayrılırıq. Salamat qalın. Thank you.